$5000 manat nağd puldur. Özüm saymışam, reizi ilə bağlamışam. Koyuram bunun içinə. Bağlayıram. Bunun içində $5000 manat pul var. $5000 manat deyəndə ağlınıza nə gəlir? İtalya'ya gitmek. Siz müştərini yola salın, sizdən bir təklifim olacaq. Həyatınızı çevirəcək bir təklif. Yəni sizə belə deyim də, bu şifrə doğum tarixi ilə bağlı deyil. Heç kimin nə tarixi, nə mənim. 5, 6. Dərslər olsun, açılmadı. Zəng gəlir mənə, deyəm görüm. Alo. Bəli. Hocam, hazır loteriyadan zəng vurdular. Dedilər ki, son rəqəmi tap və pulu götür deməkdir. 4 rəqəmli şifrədir. Mən sizə üçünü deyəcəm. Axırıncını siz yazıb və Y düyməsini basırsınız. Şaka yapıyoruz. Ya kanka ya. Necəsiz? Yorulmayasınız. Gör nə günə qalmışıq ki, $5000 manatı hədiyyə eləmək istəyirik. Adam tapa bilmirik verməyə. Açıldı. Hər birinizi salamlayıram dostlar, yeni videoya xoş gəlmisiniz. Bugün Azər Lotereya ilə birlikdə bizim növbəti seyf rubrikamız başlayır və seyfin içində həmişəki kimi nağd $5000 manatı yerləşdirəcəm və şifrəni tapan bu seyfin içindəki bütün pulları götürəcək. Neysə, sən isə videonu bəyən, kanala abunə ol, bildirişləri açmağı unut və mənim bütün sosial şəbəkələrimə abunə olsan çox sevinirəm. Nəinki mənim Azər Lotereyanın da bütün sosial şəbəkələrinə abunə olun. Bu videonun altında açıqlamada paylaşacağam. Niyə? Çünki bütün kampaniyalardan, bütün jackpotlardan, hər şeydən xəbəriniz olsun. Çünki siz Azər Lotereya ilə çox yaxşı da qazana bilərsiniz. Bax, rəqəmləri yığdığın 4 rəqəmdir, amma bəhv basmalısan. Y düyməsi var, yeni bas. Əgər işdir buradan yaşıl yansa hamısı, seyf açılır, içindəki $5000 nağd pul sənindir. 5000 qazansan, hara xərcləyəcəksən? Bax, tutam ki, qazandın. Nə o qədər iş var xərcləməli. Misal üçün. O qədər İş şeylər. deyəndə ki, bax, misal üçün, ən birinci nə edəcəksən? Nə hələ özüm bilmirəm. Hələ inanmıram onun açılacağına. 1, 3, 9, Y. Yox, qırmızı yandı. Çox gənc görünür, çox cavan görünür deyənə mən inanmıram ki 18 yaşı var, ona görə bizə bir dənə vəsiqəsini göstərsin. Yox. Sizcə seyfin içində nə qədər pul var? Eşitdim 5000 deyirlər. Kimdidir? Necə söhbəti yaydılar, Allah, şabalı satana baxırsan. Mən gördüm, inandım. Bir tələbə 5000 manat hara xərcləyəcək? Kurs arma falan yəqin. 2, 5, 8, Y. Şablon rəqəmlər yazmırsınız. Bu daha yaxşıdır. Amma təəssüflər olsun açılmadı. Bir kömək edə bilərəm. Seyfi dağıtmağa maksimum kömək edə bilərəm. Qəşəng. Amma musiqi də bu parka bu mahnı yaraşmır axı. Mən acmışam. Allaha mən ölürəm acından. Yəni okey, ola bilər mən blogerəm, bütün günü kameralar qarşısındayım, ola bilər mənə rahatdır, amma doğrudan yəni mən bloger olmasaydım da belə kameradan qorxmayacaqdım. Nə var ya burada? Nədən qorxursunuz? Dayan, zəng gəlir. Oba. Alo. 4 rəqəmli şifrənin birini köməkli eləyə verək. Tamam, okey. Azər Lotereyadan zəng gəldi, özünüz gördünüz. Deməli, 4 rəqəmli şifrənin birini köməkli edəcəyik. Birini deyirik, yerdə qalır 3 rəqəm. 3 rəqəmi kim tapsa, bu pulu götürəcək. Gəl gedək. Yerimizi dəyişək. Biz bir yerdə çox qala bilmirik. Ona görə yerimizi dəyişəcəyik. Gedəcəyik indi başqa bir yerə. Hal-hazırda Yasama parkındaydıq. Yəqin ki, bir üzü gənclik tərəfə gedərik. Ondan sonra 28 may tərəfə düşərik və insanlara bir-bir yaxınlaşaq. Mən belə başa düşürəm ki, Azər Lotereya bugün bu pulu kiməsə vermək fikrindədir. 3 rəqəmə saldırırlar şifrəmizi, sonra 2-yə salacaqlar, sonra da 1-ə salacaqlar. Mən belə başa düşürəm. Videonu hələ də bəyənməmsinizsə, bir dənə like qoymağı unutmayın. Televizordan baxırsan, planşetdən, telefondan, notebookdan fərq etmir. Like düyməsi bizim üçün, şəxsən bu video üçün, yəni lazımdır, hava kimi lazımdır. Ona görə baxırsansa bax, like qoymağı isə unutma. Yorum yazsan, vapşi olacaq bomba kimi. Yəni sizə belə deyim də, bu şifrə doğum tarixi ilə bağlı deyil. Heç kimin nə tarixi, nə mənim. Sizi həvəsləndirmək üçün. Yox, unutmamışam. Tapmışam. Sizi həvəsləndirmək üçün pulu göstərəcəm. Bu 5000 manatdır, özüm sahibi evdən götürmüşəm. Reizi ilə bağlamışam, dədə baba qaydası ilə. Qoydum bura, bağladım. Seyf açılmır. Seyf açılmır. İşte birdən. Həyatda hər şey ola bilər. 5000 manatı qazansaz,
bu dəqiqə hara gedəcəksiniz? Deməyin ki, böləcəksiniz adama 1000 manat, inandırıcı deyil. Yox, bölmərəm. Ada belə şey bölər? Yox. Məncə onlar da bölməzlər. Mən də bölməzdim. Yox. Hara xərcləyərdiniz? Maşınımı təzələyərdim. 5000 manata? O nə Yəni- maşındır ki elə? Mənim üçün dəyərli. Maşınımı sataram, üstündən bir 5000 də qoyaram. Hazırsınız? Bəli. İlk rəqəm 4. 5 0 9 Y. Bu nə rəqəm idi elə? Hələ prosta naura getdi, hə? Keyfinizi pozmayın. Çünki Azər Loteriyanın tirajlı loteriyalarına qatılaraq siz 1 milyondan çox pul qazana bilərsiniz. 5000 manat hələ heç nədir. Azər Loteriyayla siz daha çox qazana bilərsiniz. Siz elə bil ki 5000 manatı olana oxşayırsınız. Krasovka Balenciaga, hər şey gözəldir, gözəldir. Yəni bu yaxınlarda biz getmişik yoldaşımla Port Bakuda Balenciaga mağazasında bu krasovkaya baxmağa. Bizə 4300 manat pul dedilər buna görə. Dedim ki, ay qız, çıx bayıra. Siz qazanın, mən pulu götürüm. 4 bastım. 5 6 7 Y. 4 5 6. Yox. Yenə də yox. Yox. 4 9. Aha. Aha. Bu neydi? Biraz həyəcana saldım ha. Bu bilirsən nə deməkdir? Bu mənim deyəndə mən əsəbləşirəm. Nə qədər vurum? 15? Dəli sənsən 15 vura bilərəm mən. 5 dənə vuraram. Bu 5 mən də vururam. Oy oy oy. Axıra kimi açıla bilmirəm. Niyə? Çünki çiynim çıxır. 1 14 dəfə bu çiyin çıxıb. Ona görə mən bu çiyini tam açsam, belə eləsəm bu çıxacaq. Yer qalacaq orada. Çiyin qalacaq orada, mən yerə düşəcəm. Ona görə mən turniki belə vururam. Amma yenə də qəşəng oluyor. 40 dənə elədin? İşte birdən 5000 manat qazansaz, hara xərcləyəcəksiniz? Çox güman ki, ilk 2000-ni ailəmə verib geri qalanını banka yatırmayacağam. Qəşəng. Gələcək üçün. O bankda nə qədər yatacaq bir gün? Yox, 1 illik 1 illik. minimum. 4 5 6 8. Niyə belə? Uğurlu deyilmiş. Amma yenə də bəxtinizi Azər Loteriyanın tirajlı loteriyalarında yoxlaya bilərsiniz. Nə işləyirsiniz? Baş şirkətində. Doğrudan. Nə gün nömrə satırsınız. Aha. O nömrə zəng vurub sizin 55 77-niz var bizdə istəmirsiniz. Onlar sizsiz, hə? Onlar bizim işçilər. Onlar hər dəfə mənə zəng vurur. Sizin nömrənizin 77-si var istəmir. Ay qardaş, əl çək məndən istəmirəm, mən heç pulum yoxdur. Tamam, çox sağ olun. Şad olduq sizi görməyə. Bayramınız mübarək. Çox Sağ olun. Sağ olun. Altay bəy, deməli belə bir seyfimiz var bizim. Bu seyfin içində pul var. 4 rəqəmli şifrədir, yazırsınız, işdi birdən tapa bilsəz, içindəki pul sizindir. Hal-hazırda seyf bağlıdır, görürsünüz. Birinci rəqəmi deyəcəm, digər rəqəm, yerdə qalan 3 rəqəmi siz tapmalısınız. İndi burada bir dənə məsələ var. Sizcə içində nə qədər pul var? 1000 manat. Ya. Biz elə xırdalarla oturub durmuruq. 10.000. Yox da, o qədər pulumuz da yoxdur. 5000 manat içində pul var. Nağd 5000 manat. Heç nə ödəmirsiniz, sadəcə şifrəni tapırsınız, tapa bilsəz pul sizindir. Hazırsınız? Hayır. Deməli. Qəşəng, qəşəng. Sizin başınız gedər ki bu səsdən burada. 4. Siz yazırsınız? 5 6 7. Niyə belə? Düşündünüz ki, bu qədər sadə bir şifrə qoyarıq, hə? Özünüzə yaxşı baxın. Bayramınız da mübarək. Şifrəni tap, pulu götür. Sağ ol. Zəng gəlir mənə, deyən görüm. Alo. Bəli. 2 rəqəmini deyək. Əla, yaxşı. Hocam, Azər Loteriyadan zəng vurdular. Dedilər ki, Toğrul, bir rəqəm azdır. İkisini sən denən qoy, ikisini tapmağa çalışsınlar. Bu bir söz nə deməkdir? Bu o deməkdir ki, ikisini mən yazacağam, ikisini kimsə deməlidir. Bu artıq 50-nin 50-yədir. Pul əldən gedəcək deyəsən. Hadi oynasın YouTube'da. Ay, nə dadlıdır. Səncə içində nə qədər pul var? Ne bileyim valla. Səncə? Onlar da bir 100 manat olur. Yox, 100 manat deyil. Onu vur 10-a. 1000 manat. Onu da vur 5-ə. 5000 manat. 5000 manat bunun içində pul var. 5000 manat nağd. Tapsan sənindir. Tapmasan mən gedirəm.
İkisini deyirəm. Yerdə 2 rəqəm qalır. İkisini tapsan pul sənindir. Taparsan? Dəqiq. Mən yazıram 46. Oy 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 oy. Amma yaxın idi. Yaxın, az qalmışdı tapasan. Əsas məsələ odur ki, Azər Loteriyanın tirajlı lotereyalarına qatılaraq siz 1 milyon manatdan çox pul qazana bilərsiniz. Yəni 5000 manat kiçik bir məbləğdir. Siz Azər Loteriyadan qat-qat çox qazana bilərsiniz. Başa düşürsünüz bunu? Fürsətdir, fürsət. Fətəli. Fətəli və Fəryad. Fərya. Vay, Fərya. Birinci 5 termini adı. Dərya kimi, amma Fərya. Qəşəng. Neçə yaşınız var? 26. 26 və 23. 23. Sən işdi birdən, həyatdır, hər şey ola bilər. 5000 manat qazansan, hara gedəcəksən, nə xərcləyəcəksən, hara xərcləyəcəksən? Valla udandan sonra fikirləşərik bunu. Doğrudan. Bəli. Qabaqdan planlar qurmursan? Xeyr. Mən уже xərcləmişəm onu. Bəs sən? Demək, sən də elə. Bilmirəm ki. Nujur sənin bax bu dəqiqə ehtiyacın yoxdur. Borcumu deyim, xərclərimi deyim, planlarımı deyim. Borclarımı bağlaya bilərəm. 5000 manatla. Yox, 1500 var. 1500 var, ha, yaxşısan. Sən məndən yaxşısan. Səndə də borc yoxdur, hə? Xeyr, yox. Hə, örgən. Mən yığıram o zaman 46. Dərslər olsun, açılmadı. Amma yaxın idin, sən yaxın idin. Sən çox yaxın idin, hətta deyirdim. Çox yaxın idin. Gələn səfər inşallah keyfinizi pozmayın. Azər Loteriyanın tirajlı lotereyasında iştirak eləyib daha da çox pul qazana bilərsiniz. 5 manat boş şeydir. Orada milyondan çox tirajlar var. Nəsə, özünüzə yaxşı baxın, bayramınız mübarək. Sağ olun. 2 rəqəmi daha rahatdır tapmaq, nəinki 4, 3 rəqəm yox. Məncə də. Sadəcə indi artıq 4 rəqəm yox, 3 rəqəm yox, 2 rəqəm cəmi tapmaq lazımdır. Gənclər də bunu bacarmadılar. Gəlin bir neçə nəfəri də yoxlayaq. Əgər doğrudan 2 rəqəmi də tapan yoxdursa, düşünürəm ki, artıq bir rəqəmə salmaq olar ki, artıq sənin bir rəqəmi tap və pulu götür də, pulu hədiyyə vermək istəyirəm. Əl çəkindən bu pulu götürün, gedin. Çəksən pul verməlisən, ha? Yoxum da. Elə şey olur. Necə eləyək? Yaxşı, gəl. Da sənlə. Götürsən. Gəl belə gedək. Salam, necəsiniz? Adam axtarım, Allah haqqı. Gör, nə günə qalmışıq ki, 5000 manatı hədiyyə eləmək istəyirik, adam tapa bilmirik verməyə. Nəsə hiss edirəm ki, bugün bu pulu siz qazanacaqsınız. Hiss eləyirəm. Adın? Cavidan. Neçə yaşın var? 27. 27, amma mən sən cavan bilirdim. Fuad. Neçə yaşın var? 28. 28. Yox, sənə yaraşır 28. Sizdə? Nuni 25 yaş. 25 yaş. Aha. Voşum, mən gənclər dedim, amma əslində gənclərdir, no yenə də tam da gənclər deyil. Artıq böyük insanlardır. Azər Lotereya ilə birlikdə belə bir proyektimiz var bizim. Bunun içində pul var. Sizcə içində nə qədər pul var? 2000. Yox. 5253. Niyə belə rəqəm? Bilmirəm, şifrə deyin ola bilər. Okey. Net. İçində 5000 manat pul var. Nağd 5000 manat. İlk 2 rəqəmini deyirəm, yerdə qalanı siz yığırsınız. 46. 13. Ye. 7. Yox. Nuray, mən yazıram 46, digər ikisi isə 32. Mənə elə gəlir ki, fərqi yoxdur. Siz qazansaz, bəyə qazansaz, siz xərcləyəcəksiniz, hara xərcləyəcəksiniz? İpotekada dedim. Ay maşallah. Doğrudan yaralı yerdə, düzdürmü? Mənə də ipoteka versəydilər, mən ödəyərdim. Mənə heç onu da vermirlər. Daxili kredit səhət fələndir. Ayda 9000 manat. Kimdir onu verən? 5000 manat çıxsa mən sizdən çox qışqıracağam ha. Mən də Hazır ol. 46. Ona rəqəmdir 26? 25. Yox. 46. Bir damcı çaşmışdınız, bir damcı. Yəni orada yerdə nə 3 rəqəmi tapa bilən oldu, nə 2 rəqəmi tapa bilən oldu. Düşünürəm ki, artıq biz Azər Lotereya ilə birlikdə bunu salaq 3-ə. 3 rəqəmini deyirik, sonuncu rəqəmi siz tapmalısınız.
Yerdə nə qədər qalır? 10 dənə rəqəm qalır da. 10 dənə rəqəmi tapmağa nə var ki, nə istəyir ki? Yox. Çox həyəcanlıyam. Gəlin onda elə bir adam tapaq ki, doğrudan buna ehtiyacı olan biri olsun. Yox. Qardaş salam. Necəsiz? Yorulmayasınız. Mən oyun təklif eləmək istəyirəm sizə. Hamı ilə oynamışıq, sizlə oynamamışıq. Pul var içində. Prosta rəqəm seçirsiniz, düzgün tapsaz şifrəni, pul sizindir. Mən istəyirəm dostum. Bilirəm, demə ona görə gəl, başqa vaxt mən sizi harda tapacam. Prob eləyək, içində böyük bir pul var. Bəlkə ehtiyacınız var o pula. Nə eləməliyim? Baxın, bildiyimiz seyfdir. Bir də mən şəkərlər, Yox, çəkmək istəyirik əslində. müdirə görəcək mən işlə. Müdiriyyət nə deyəcək ki? İşdə belə deyəcək. İnanın mənə, müdiriyyət başa düşəcək ki, danlamaq olmaz sizi. Bu nə var ki burada? Mənə deyəsiniz ki, Toğrul dedi. Mənim üstümə atarsınız. İstəyirik ki, siz qalib gələsiniz də. Tamam, yaxşı. 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 Biz bütün şəhəri gəzirik və bu seyfi təklif edirik ki, yəni prob eləyin, şifrəni tapın, tapsaz pul sizindir. Burada hal-hazırda 5000 manat pul var və 4 rəqəmli şifrədir. Mən sizə üçünü deyəcəm. Birini siz tapacaqsınız. Və salam. 46, 7, tez fikirləşməlisiniz. 9, Y. 46, 9, Y. 46, 7, 8. Bu 5000 manatı qazansaz, hara gedəcək pul? Kreditlərimi ödəyəcəm. Nə qədər kreditləriniz var? Açıq deyə bilərsiniz. Ailəm biləcək deməyim. Hə, ailəniz bilmir. Mən elə bilirdim 60 manat borcu var, bunu sətim 6000 dollar qiyməti. Okey, tamam. 46, 7, 1, Y. Bloka düşdü hətta belə. Bayramımız var. Sağ olun. Hara gedək? Elə fırlanırsan başıma, bəsdir. Hara gedək doğrudan? Çox istəyirəm ki, siz burada bunu qazanasınız ki, hamı görsün. Sizcə içində nə qədər pul var? İçində yəqin nə bilim 100 manat, 200 manat. Yox, çoxdur. Çoxdur. 5000 manat. 5000 manat içində pul var. Nağd 5000 manat. Onu düz tapdım. İlk üçünü yığıram. Qalır bir dənə son rəqəm. Sonra gəlib düzəlsək açılır. So, açılır 5000 manat sənindir. Sən həyatında belə 5000 manat rahatlıqla qazanmamısan, əminəm. 46, 7. 46, 7, 5 ilə başlamışıq yəqin. Hər şey ola bilər. Sağ ol. Mən sizə 3 rəqəmini deyirəm. Axırıncını siz yazıb və Y düyməsini basırsınız. 46, 7, 9. Və yox. Alınmır. Allah bizim bizi ancaq gəzməkdən ibarətdir. Mən bu oğlanı tanıyıram. Elə bizə səni çəkir, hə? Sizcə seyfin içində nə qədər pul var? 100 manat, 500, 120, 1000 manat, 5000 manat. Bunun içində 5000 manat pul var. İnandırıcı gəlmir. Paket tapdım. Laqon da ilə açaq bunu 2 nəfərə. Şaka yapıyoruz. Ya kanka ya. 5000 manat içində pul var. 5000 manat deyəndə ağlınıza nə gəlir? İtaliyaya getmək. Pot dedim bu ya. İtaliyaya gələ bir 5000 üstünə qoyasan, yox? Yox məncə, gəzmək olar. 5000 manat İtaliyaya getmək olur. Elə şey var. Bəli, var. Doğrudan. Hoşum 5000 manat İtaliyaya getmək istəyirsiniz? Bəli. Nə bilim borc bağlayım, telefon alım özümə, geyim alım, deyim, kosmetika. Ya, İtaliyaya gedərəm. Məntiqli. 46, 7, 8, 46, 7. Çox ləngimək olmaz və
Niyə? Ayşən xanım 5000 manatı hara xərcləmək olar? Ya dropshipping ya trade ikisindən bir. Trade yəqin ki yatırım eləyərəm. 3D-yə? Trade. Ha, trade. Okay. Yaxşı, yaxşı. Sizcə özünü doğrudacaqmı o 5000? Doğruldar. Ən azından yoxlamağa dəyər də. Bir dənə 5000 manat. Başlamaq lazımdır. Öz pulumla başlamayım, sizinkilə başlayayım. Bizimki nə deyəndə azır lotereyanı. Ola bilər, niyə də yox. Okey, o zaman mən ilk 3 rəqəmini deyəcəm sizə. Və yerdə qalır cəmi 1 rəqəm. O 1 rəqəmi tapsaz pul sizindir. Tapacaqsınız. Ümid eləyirəm. Heç ümidli deyiləm. Olar 9 dəfə yoxlayır. 6, 7. Ya. Yox. Sizcə içində nə qədər pul var? 100 manat. 1000 manat. 300. 1500. 2000. Yox. 5000. 5000. Мы проиграли. Я не начал, уже проиграл. Yox, içində 5000 manat nağd pul var. Nağd 5000 manat. 46, 7. 3. Yox. Hazırsınız? Mənə bir dənə, mənə bir şey deyin. Mənə bir şey deyin. Siz doğrudan bu pulu bölüşəcəksiniz yoxsa üzünüzü çöndərib gedəcəksiniz? Yox, birləşəcək. İnanmıram ya Allah haqqı. Siz hiss edirəm ki, krasovka da geymişsiniz. Bu dəqiqə üzü aşağı ilə qaçacaqsınız ki. Hazırsınız? Amuş paçkaska koy. Açıldı. Təbrik edirəm. Təbrik edirəm. Gördünüz? Nəhayət ki, ay Allah, nəhayət ki bu pulu qazanan oldu. İndi rahat onu qoyursunuz cibinizə və qaçırsınız aşağı. Dostlarınızı unudun getsin. Nikomu не покажу. Bu doğrudan Azər Lotereyadan sizə bir hədiyyə. Yəni nəinki sizə də, yəni qalibə. Allah xoşunuz olsun. Yəni başqa bir ödəniş lazım deyil. Və sağ olun. Deyəcək bir şey yoxdur. Da, всё. Özünüzə yaxşı baxın. Hara xərcləyəcəksiniz все-таки? Bilirsiniz təqribi? Конечно. Hara? Поедем куда-нибудь. Ay, qəşəng. Mən sizi təbrik edirəm. Pulu yox, özünüzü. Sağ olun. Və gördüyünüz kimi 5000 manat əldən getdi. Hal-hazırda gördüyünüz kimi qazandılar və şifrəni tapıb. Düzdür, biz də köməklik göstərdik. Azər Lotereya ilə birlikdə qərara gəlmişdik ki, tapan olmasa zaten bu çox çətindir tapmaq və biz hər şey edəcəyik ki, kimsə bunu qazansın. Gördüyünüz kimi də bir ailə qazandı onu. Halal xoşları olsun. Siz isə videonu bəyənib kanala abunə olmağı da unutmayın. Yeni videolarda görüşəcəyik. Yeni vloglarda görüşəcəyik. Like qoymamısınızsa like qoy, yorum yazmamısınızsa yorumu yaz və kanala əlbəttə ki abunə olsan çox sevinirəm. Yeni videolarda görüşərik. Bay bay.